Salam əziz tələbələr, hər vaxtınız xeyir. Mən görürəm ki, istər vergiyə, yüksəlişə, xarici işlərə, həmçinin dövlət qulluğuna hazırlaşan tələbələrin çoxunda rəqəmsal qismdə yuvarlaqlaşdırma olsun, vergili rəqəmləri alt-alta toplama, çıxma, vurma kimi prosedurlarda tələbələrin bir çox əziyyət çəkir. Çünki bunu axırıncı dəfə orta məktəbdə işlədiblər, orta məktəbdən sonra kalkulyatora keçiblər deyə hal-hazırda xatırlamırlar. İndi bu gün də sizlərlə birlikdə yuvarlaqlaşdırmadan başlayaraqdan geri qalan riyazi prosedurları necə aparacağımıza dair ətraflı bir izahla davam edəcəyik. Deməli, əziz tələbələr, birinci gəlin sizlərlə yuvarlaqlaşmadan danışaq. Nədir bəs bu yuvarlaqlaşma? Deyək ki, sizə hər hansı bir ədəd verir. Deyir ki, örnək verim, 15486 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdır. Yüzlüklərə qədər yuvarlaqlaşdır. Əziz tələbələr, yuvarlaqlaşdırma dediyimiz təqribi dəyərdir. Yəni bizə verilən dəyərin yüzlüklərə qədər yuvarlaqlaşdırdığımız zaman ona ən yaxın ədəd əldə edirik. Necə ki, birinci təklik, onluq, yüzlük nədir bunu başa düşək. Baxın, əziz tələbələr, 15486 ədədində 6 təklikdir. 4, 8, 6 təklikdir. 8 onluqdur. 4 yüzlükdür. 5 minlikdir. 1 isə 10 minlikdir, əziz tələbələr. İndi sualda biz nə qeyd elədik? Bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdır. Yüzlük rəqəmimizi seçirik. Bu 4'dür. 4'ün sağındakı rəqəm 0, 1, 2, 3 və 4'dürsə, heç bir şəkildə ona təsir eləmir. Yəni yuvarlaqlaşdırma etdiyimiz təqdirdə seçdiyimiz rəqəmin sağında 0, 1, 2, 3, 4 yazılıbsa heç cürə təsir eləmir. 5, 6, 7, 8 və 9 qeyd olunubsa onu bir vahid böyüdür. Yalnızca baxacağımız onun sağındakı rəqəmdir. Yəni məsələn 100-lüyə qədər yuvarlaqlaşdıracağıq, 4-ə baxırıq, 4'ü yüzlük olaraq seçdiksə, sadəcə onun sağındakı rəqəmə baxacağıq. Və dedik ki, sağındakı rəqəm 5 və 5-dən böyük bir rəqəmdirsə onu nə edəcək? Bir vahid artıracaq. Və seçdiyimiz rəqəmdən sağda neçə dənə rəqəm varsa, onu da 0 ilə əvəzləyəcəyik. İndi bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdıranda onsuz 1 ilə 5 olduğu yerdə qalır. 8 bu 4'ü bir vahid böyüdür, 5'ə çevrilir. Və burada 4'ün sağında 2 rəqəm var idi axı, bunları da 0 ilə əvəzləyirik. Yəni 15486 ədədimizi yüzlüklərə qədər yuvarlaqlaşdırdığımız təqdirdə 15500 olaraq əldə edirik. Məsələn, bir suala daha baxaq. Özümüzdən rəqəm yazaq. 23421. İndi bizə bu sualda verilsin ki, ədədi onluqlara qədər yuvarlaqlaşdırın. Onluq nədir bizim üçün əziz tələbələr? Təklik, bu da onluq. 2 bilirik ki, onluqdur. 2'nin sağında 1 dayanıb, 1 də bizim üçün bildiyimiz kimi birinci intervalda yerləşir. Yəni onun sonundakı rəqəmə təsir eləmir. Ona görə bu ədədi yuvarlaqlaşdıranda 2, 3, 4 olduğu yerdə qalır. Bu 2 də olduğu kimi qalacaq, çünki sağında 1 var. Bu 1'in də yerinə 0 yazacağıq. Deməli 23421 ədədini onluqlara qədər yuvarlaqlaşdıranda əldə etdiyimiz rəqəm 23400 olacaq. Bir rəqəmi daha baxaq, sonra keçək sizlərlə vergül rəqəmlərin yuvarlaqlaşdırılmasına. Deyək ki, bu səfərki ədədimiz 54892 olsun. İndi bizə qeyd olunsun ki, bu sualda təklik, onluq, yüzlük, təklik, onluq, yüzlük, minlik. Deyək ki, minliyə qədər yuvarlaqlaşdıraq. 54892 ədədini minliklərə qədər yuvarlaqlaşdırmaq lazımdır. Bu 5'i olduğu yerdə saxlayıram. Bu minliyimiz 4'də əziz tələbələr. 4'ün sağında 8 dayanıbdır. Deməli, sağında 8 olduğu üçün onu bir vahid böyüdür, 5'ə çevirir və geri qalan 3 dənə rəqəmi var, onları da sıfırlarla əvəzləyirik. Deməli, 54892 ədədimiz yuvarlaqlaşdıranda, minliklərə qədər yuvarlaqlaşdıranda 55.000-ə dəyərini verir. İndi keçək görək vergüllü rəqəmlərdə nədən söhbət gedir. Misal üçün sizə bir dəyər verə bilər. Deyək ki, 0 tam. Bura neçə yazaq? Belə bir dəyər verir. Deyək ki, bunu 1/10, deyək ki, 100%, 1000%-lərə qədər yuvarlaqlaşdırın. Bəs 1/10 nədir? Baxın, əziz tələbələr, 1/10, 100%, 1000%, 10.000%, 100.000%, və s. belə gedir. Bayaq biz vergülsüz rəqəmi sağdan sola oxuyurduq təklik, onluq, yüzlük deyə. Vergüllü rəqəmlərdə isə 1/1, 100%, 1000%-i də soldan sağa, yəni vergüldən sonraki ilk ədədlə, yəni rəqəmlə seçərək davam etdiririk.
Bizim üçün indi bu sualda ne demişdik? Demişdik ki onda birlərə qədər yuvarlaqlaşdır. Onda birə qədər yuvarlaqlaşdıracağım. Sonsuz bu sıfırın heç nəyi dəyişməyəcək. Olduğu kimi qaldı. Onda bir bizim üçün 5-də, 1-də axı burada. Birin sağında, yenə də ənənəvi olaraq davam edirik. Birin sağında 5 varsa, 5 və 5-dən böyük rəqəmlər onun solundakını 1 vahid artırırdı. Bu çevrildi 2-yə. Geri qalanı da bunlar sıfırla əvəzlənəcək axı. Ya biz 0.2 yazmışıq və ya burada 3 dənə 0 yazmışıq. Bunun heç bir mahiyyəti yoxdur. Əgər vergüllü rəqəmlərdə bərabər sağ tərəfdə ancaq sıfırlar dayanıbsa onu silə bilərik. Baxın 3 dənə 0 burada 1 olsaydı silə bilməzdik ya sıfırları. Yox, sağ tərəfdə ancaq sıfırlar varsa bunu silə bilirik deyə bir mahiyyəti yoxdur. Bizim üçün 0 tam 10 mində 1578 ədədini onda birlərə qədər yuvarlaqlaşdıranda 0 tam onda 2 əldə edirik. Bir suala daha baxaq. Deyək ki, bu səfər yazılsın. 223 tam. Bura neçə yazaq? Bu dəfə də sualda bizə qeyd olunsun ki, əziz tələbələr, dəyərimizi mində birlərə qədər yuvarlaqlaşdırın. Baxın, onda bir, yüzdə bir, mində bir. Mində bir dəyərimiz 6-dır. Onun sağında 2 dayanıb, ona heç bir təsir göstərməyəcək. Olduğu kimi altını saxlayacaq. Çünki 5 və 5-dən böyüklər təsir göstərirdi. Oldu 223 tam mində 456. Dediyim kimi sondakı bu sıfıra yazmaqla yazmamaq arasında bizim üçün heç bir dəyişən nüans yoxdur. Sonra yenə də bu dəyəri verib, eyni dəyərdən davam edək. 223 tam, örnək verək, bura neçə idi bizim üçün? 62. Deyə bilərik ki, bu səfər onda bir, yüzdə biri qoyaq bir kənara. Deyə bilərik ki, təhliklərə qədər yuvarlaqlaşdırın. Təhliklər nə idi? Dəyərin bütöv hissəsinə baxsaq, yəni vergüldən sağa yox, sola baxsaq, təhlik, onluq və yüzlük olaraq baxırıq. İndi buradakı təhliyimiz 3-də axı təhliklərə qədər yuvarlaqlaşdırın deyir. 220 3 olduğu kimi saxlayacağım. Çünki 3-ün sağında 4 var. 4 də 3-ə təsir eləmədiyi üçün 223 tam 10 mində 400, 10 mində 4562 dəyərini təhliklərə qədər yuvarlaqlaşdıranda 223 dəyərini əldə edəcəyik. Yuvarlaqlaşdırmaq bundan ibarətdir. İndi keçək sizlərlə birlikdə bu dediyimiz kimi vergüllü rəqəmlərin vurulmağı, çıxılmağı və toplanmağı. Bunlara diqqət yetirək. İndi özümüzdən bir rəqəm yazaq və toplama ilə başlayaq. Deyək ki, bizə dəyər verilir 0 tam mində 3-ün üzərinə gəlinsin, 0 tam onda 2. Bunu necə toplayacağıq? Götürün bunları alt-alta yazıram. Bu, vergüldən sonra çox rəqəm olanı yuxarıdan yazın, altdan yazın və praktik olaraq fərqi yoxdur. Lap yuxarıdan yazın. 0 tam 0, 0, 3'ü yazdım. Baxın, bu ikisində də olan vergüllər var. Bunları alt-alta yazın. İkisində vergülü hara rast gəlir? Bura. Nə olur? 0,2. Bunları alt-alta toplayacağım. Yazdım. 2-nin sağında 2 dənə rəqəm azdı axı 0,3-ə nəzərən. Onları sıfırdan əvəzləyib. Bayaq necə demişdik? Vergüldən sağda sıfırlar olub-olmamağı elə bir şeyi dəyişdirmir. 3 ilə 0-ı topladım 3. 0-dan 0-ı topladım 0. 2, vergül 0. Deməli 0,3-dən 0,2 dəyərlərini toplayanda 0,203 dəyərini əldə edəcəyik. Bunların gəlin tam hissəsi də olsun. Misal üçün yazın 22 tam, özümdən hər hansı bir dəyəri yazın. Üzərinə gəlinsin 0 tam, deyək ki, bura %15 olsun. İndi bunları alt-alta toplayacağım. Alt-alta toplayan zaman yenə vergülləri tutuşdururam. Bizim üçün toplamada əsas olan vergüldür. Eyni qaydada çıxmada da belə olacaq. Yazıram 22 tam mində 932 dəyəri üzərinə gəlinsin 0 tam %15 dəyəri. İndi bunları alt-alta toplayıram. 2-ni aşağıya indirdim. Çünki 15-in yanına bir 0-ı əlavə edə bilərik. Bunun riyaziyyatdan heç bir problemi yoxdur. 2 ilə 0-ı topladım 2, 3 ilə 5-i topladım 8. Axı 1 ilə 9-u toplayanda 10 eləyəcək. Onun sıfırını yazdım, 1 yadda qaldı. Vergülüm olduğu yerdən atdım. Bu 1-i nəyin üstünə gələcəm? 2 ilə 0-ın cəmi 2 eləyir. 1-i də gəldim üzərinə. Eyni qaydada bizim üçün bərabər oldu. Bura 3-ə, burada 2. Deməli 22 tam 1900, 1932-nin üzərində 0 tam %15-i gələndə 23 tam 1082-yə bərabər olur. Bu toplama düşünürəm ki, hamı üçün aydın oldu. Elə çətin bir sual deyil.
İndi sizlərlə gəlin çıxmadan bəhs edək. Deyək ki, 0,1000-də 657 dəyərindən çıxacağım 0,1000-də 603 dəyərini deyək ki. İlkin başda biraz sadə gedək. Burada toplamada olduğu kimi vergülləri tutuşturmalıyam. Necə ki? 0,1000-də 657-ni yazdım. Vergül eyni yerdə olmalıdır. 0-ı da buradan yazdım. 603. İndi bunları alt-alta çıxmadı. Bizim üçün dəyişən heç nə yoxdur. 7-dən 3 çıxdım. 4. 5-dən 0 çıxdım. 5. 6-dan 6 çıxdım. 0. 0-dan vergülüm olduğu yerdə saxladım. Burada 0. Deməli, çıxdığımız təqdirdə əldə edəcəyimiz dəyər 0,1000-də 54-ə bərabərdir. İndi bir fərqli sual formasına baxaq. Deyək ki, bura yazaram 1,1000-də 48 çıxılsın 0,9. Bəs burada nə edəcəyik? Yenə yazıram. 1,1000-də 48 vergülü olduğu yerdə saxlayıram. Çıxılsın 0,9-a. 9-un sağına 2 sıfır ata bilərik. Bununla bağlı problemimiz yoxdur. 8-dən 0 çıxdım. 8. 4-dən 0 çıxdım. 4. 0-dan 9-u çıxa bilməyəcəm. Axı həsr elə bilər. Deməli 0 1-dən özünə götürəcək üstünə. Eləyəcək 10. 10-dan 9-u çıxdım. Bərabər oldu. 1-ə vergül. Burada da 1-dən 0 çıxmanda 1-i götürmüşdü ya axı. Burada qaldı bizim üçün 0. Deməli 1,1000-də 48-dən 0,9-a çıxanda da dəyərimiz 0,1000-də 148-ə bərabər olacaq. Bu da belə getdi. Bu da bizim üçün alt-alta çıxmaydı. Bəs alt-alta vurmada nə eləyəcəyik? Gəlin buna da ətraflı baxaq. Deyək ki, bizim üçün hansı dəyərləri yazaq? Özümüzdən bir rəqəm qeyd edək. Deyək ki, 0,258 dəyərini vuraq 0 tam neçəyə? %3-ə. 0 tam %3-ə. Yəni bunu yan-yana da yazanda onu da qeyd eləyək ki, qarışdırmayın. 0,258 vurulsun 0 tam %3-ə. İndi əziz tələbələr, alt-alta vurmada o vergülləri uyğunlaşdırmanın bir mənası yoxdur. İlkin eləyəcəyiniz bir his nədir? Çox rəqəmi olan ədədi birinci yuxarıda yazın, alt rəqəmi olanda aşağıda yazın. Onsuz vuruqların yeri dəyişəndə hasil dəyişmir. Altına yazdınız. Vergülləri hələlik unudun. Heç elə davranın ki, sizin üçün vergül yoxdur. İndi bir dəqiqə səbirli olun. Buradan davam edək sizlərlə. Elə dedik ki, vergül bizim üçün yox kimi davranır. Alt-alta vurur. Yazdım. 3 dəfə 8-in 24. 2 yadda. 17, 1 yadda. 6, 7. 3'ünü yazdıq. 3'ü sıfıra vurdum. 0, 3'ü sıfıra vurdum. 0. Sonra bunu vurandan sonra keçirəm bu sıfırları vururam. Yuxarıda neçə dənə? 4 dənə rəqəm, 5 dənə rəqəm var axı. Deməli elə 5 dənə rəqəm olaraq bizim üçün köçəcək. Çünki 0-ı nəyə vursam 0 eləyir. Buradakı 0 üçün də eyni qayda. 0, 0, 0 və 0. İndi bunları alt-alta toplayanda necə olacaq? 4, 7, 7, 0, 0, 0 və 0. Vergüldən sağdakı, baxın, bu birinci və ikinci ədəddə vergüldən sağda neçə dənə rəqəm var? Vergüldən sağda burada 4 dənə rəqəm var. Burada da vergüldən sağda 2 dənə rəqəm var. Bu 4 ilə 2-ni toplayırsınız, 6 elədi. Burada gətirirsiniz, ən aşağıda əldə etdiyiniz ədəddən sağdan sola doğru 6 dənəsini sayırsınız. 1, 2, 3, 4, 5, 6. 6-nı saydınızsa bir dənə vergül atırsınız. Deməli, burada da toplamı qədər, yəni vergüldən sonra 6 dənə rəqəm olmalıdır. Bu da bərabər oldu bizim üçün bu dəyərimizə. Gəlin bir dənəsini daha göstərək sizə. Deyək ki, mən 0 tam, hətta 0 yazmayaq, 1 tam %12-ni vurmalıyam 0 tam 1000-də 13-ə. Bunu indi alt-alta yazacaq. 0 tam 1000-də 13-ün daha çox, belə deyək ki, rəqəmi var axı gözlə görünən. Ona görə onu biraz yuxarıda yazıram. 0,013 vurulsun 112. Yəni 1,2. Vergülləri unutduq. Hələ ki vergüllə bir işimiz yoxdur. Bir-bir dəyərləri olduğu kimi yazıram. 2-ni vurdum 3-ə, 6-nı yazdım. 2, 2-dən də 0 gəlir yanına. 0 və 0. Çünki 2-ni 0-a və 0-a vuranda 0 eləyir.
Deməli, biri bu həmin dəyərə buna vuracağım. Biri nəyə vursaq özünü əldə edir. Da düz deyilmi? 3, 1, 0 və 0. Bu bir üçün də eyni qaydadadır. 3, 1, 0, 0. Bunları gəlin alt-alta toplayaq. Alt-alta toplayayım amma buradan yazayız. 6 dayandı. 2 ilə 3'ü topladınız. 5 elədi. 0, 1, 3'ü topladınız. 4 elədi. 0, 0, 1'i topladınız. 1 elədi. Bir de 2'dən də 0 yanında var. 0, 0. Toplam neçə vergülümüz var? 3 vergül buradadır. 2 vergül, yəni vergüldən sonra rəqəmlərin sayı da olsa. Vergüldən sonra 3 dənə rəqəm buradadır. 2 dənə rəqəm buradadır. Deməli, toplam vergüldən sonra rəqəm sayı 5'dir. Buradakı dəyərimdə də 1, 2, 3, 4, 5'e qədər saydım. Bir dənə vergülümü də atandan sonra dəyərimizi əldə etmiş oluruq. İndi düşünürəm ki, alt-alta vurma hamı üçün aydın oldu deyə çubuqlu bölməni izah edəcəm. Yəni vergülü rəqəmləri çubuqlu bölmə ilə izah edəcəm. Misal üçün özümüzdən birinci sadə dəyərlərindən gedək. Bir dəyər yazım. Yazım ki 4 tam 10'da 8'i bölək biz özümüz üçün 12'ye. Bunu necə eləyəcəyik? Yazıram bərabərdir. Bunu kəsrlə ifadə edirəm. 4 tam 10'da 8 bölünsün 12'ye. Əziz tələbələr, bunun birinci üsulu vergüldən canımızı qurtarmaqdır. Bilirik ki, məxrəci də, sürəti də eynədi də vura bölə bilərik. Bunun haqqınız var. 4,8-dən vergülü qurtarmaq üçün 10'da deyirik də, düz deyim, 10'a vurun. Sürəti də 10'a vururam, məxrəci də 10'a vururam. Bu halda nə əldə edəcəyik? 48 bölünsün 120 dəyərini əldə edəcəyik. Bəs indi 48'i 120'yə necə böləcəyik? Bunu indi ilərləyən dəqiqələrdə göstərəcəyik. Deyək ki, bunun tam tərsini fikirləşək. Deyək ki, bu səfər 48'i böləcəm 1,2. Bu nəyə bərabərdir? Yenə kəsr şəklində yazdım. 48 bölünsün 1,2. İndi əziz tələbələr, mən buradakı vergüldən canımı qurtarmaq istəyirəm axı. Deməli, sürəti də, məxrəci də ona vururum. Bu halda oldu bizim üçün 480 bölünsün 12. Bunun da dəyərini birbaşa biz 40 olaraq yaza bilərik. 480 12'ye böləndə 40 eləyir. Bəs bu 48'i 120'ye bölmək kimi digər hesablamalar necə aparacağıq? Gəlin bunlardan bəhs edək. Deyək ki, ilkin məqamda hər hansı bir dəyər yazım. Hətta 2 dənə vergüllü dəyər yazım sizə. Yazım ki, 0,3 dəyərini bölmək lazımdır. 1,254'e deyək. Bu dəyərləri birinci alt-alta yazıram kəsr şəklində. 0,03 bölünsün 1,254'e. Vergüldən canımı qurtarmaq istəyirəm. Burada görürüm ki, vergüldən sonra sağdan çox rəqəm olan 1,254'dür. Deməli, mən buranı 1000'ə vurmalıyam ki, vergül canım qurtulsun. Eynisinin sürəti də məxrəcdə 1000'ə vurdu. Vurulsun 1000, vurulsun 1000 olaraq baxırıq. Bundan sonra eləyəcəyimiz bərabərdir. Bu iki sıfırla bu vergülü ixtisar etdi. 3 qaldı geriyə. 3'ü ona vuranda gətirdim sürəti 30'u yazdım. Məxrəcə yazacağım dəyər. Bu 3 dənə sıfırla bu vergül getdi. Çünki 3 dənə rəqəm var idi. Bölünsün 1254 dəyərimiz geriyə qaldı. Deməli, biz nəyi tapmalıyıq? 30 bölünsün 1254'ü tapmalıyıq. İndi buna baxaq sizlərlə. Bir dənə buranı təmizləyim. 30 bölünsün 1254. Yazıram bura. 30 bölünsün 1254. Baxın, əziz tələbələr, 30'u 1254'e bölə bilirəm. Birbaşa, yox. 30'un yanına bir dənə sıfır attım. Oldu 300. Və o sıfırı burada qismətə də atmalıyam. Vergülü əldə elədim. İndi 300'ü bölə bilirəm. Xeyr, əziz tələbələr, bir dənə də sıfır yazıram. Deməli, eyni şəkildə burada bir sıfır qeyd eləməliyim. Artıq 3000'i 1254'e bölməyə sizlərlə başlaya bilərik. Deməli, 3000'in tərkibində 1254, düşünək ki, bizim üçün 2 dəfə yerləşir. 2'ni 1254'e vursaz, eləyər sizin üçün 2508. Yazdınız bura, 2508. İndi 3000'dən 2508'i çıxıram, 492 eləyir. 492'ni 1254'e bölə bilirəm? Yox. İndi tələbələrin etdiyi ən böyük səhvliyi deyim. Bölə bilmirəm deyə onsuz məcbur bura sıfır atmalıyam. Tələbə götürür bura sıfır atan kimi burada sıfır atır. Yox.
Əgər artıq siz bölməyə başlamısınız. Burada 492-ni əldə eləmisiniz. 1254-ə bölünməyəndə 1 sıfır atıb böləndə alınırsa, bura əlavə sıfırı atmayacaqsınız. Yox, bu əlavə sıfırı nə vaxt atacağınız odur ki, məsələn, indi 492-də 92 olaraq fikirləşərdiniz. 4 yoxdur, elə bir elə fikirləşin. 92-nin yanına sıfır atdınız, yenə 1254-ə bölünmədi. Düşün, bir dənə də sıfır atdınız, hə, onda önce məcbur sıfır atacaqdınız. Yox, bir sıfır atırsınız deyə fərqdir. Onun üçün götürüb ora əlavə sıfır atmağa ehtiyac yoxdur. Deməli 4920 oldu. 1254-ə bölməliyik. Tərkibində 3 dəfə olar. 3 dəfə də vuranda 3762 dəyərini əldə edirik. 4920-dən çıxıram 3762 dəyərini. Bu da bərabər olsun bizim üçün 1158-dir, düz hesabladımsa. 1158-i yenə bölə bilmirəm axı 1254-ə. Deməli, yanına bir sıfır daha atmaq məcburiyyətindəyim. Hə, oldu 11580. 11580-ın tərkibində neçə dəfə var? 9 dəfə var. İndi gəlin bunu yazaq. 9 dəfə 4-ün 36. 3 yadda. Bağışlayın. 9 dəfə 5-in 45. 3 də yaddaydı. 48 elədi bizim üçün. Bu səfər 4 yadda qaldı. 9 dəfə 2-nin 18, 4 yadda 22. Bu səfər 2 yadda qalır. 9 dəfə 1-ində 9, 9-un da üzərinə 2-ni gələndə bura bizim üçün 11 dəyərin alır. Deməli 11286 dəyərini əldə etdik. Bunları da alt-alta çıxanda bizim üçün 294 dəyəri qalır. Əziz tələbələr, bundan sonrasını düşünürəm ki, sizlərə buraxmaqda elə bir problem yoxdur. Çünki elə düşünün ki, bunun hesablaması eyni qaydada axıra qədər davam eləyəcək. Misal üçün 294-ü 1254-ə bölə bilmirəm deyə yenə yanına 0 atacağam. Bundan sonra tərkibində 2 dənə var deyə yazacağım 1254. Bu da bizim üçün verəcəyi dəyər 2508 olacaq, yenə eyni qaydada çıxacaqsınız. Ta ki, indi bu, düşünürəm ki, bir imtahanda bura qədər hesablamaq sizin üçün kifayətdir. Adətən çünki imtahanlarda vergüldən sonra 2-3 dənə dəyər əldə eləmişsinizsə kifayətdir. Yox, ola bilər ki, imtahan sualı çox spesifik olar, yəni baş verməyən hadisə deyək ki, çox spesifik oldu. Hə, onda heç nə də bölə-bölə gedəcəksiniz. Yəni, söhbətin məqsəd bundan ibarətdir. Düşünürəm ki, hamı üçün köməklik edə biləcək bir video izahı oldu. Hər birinizə imtahanlarda uğur diləyirəm.